Necə gözəl olur, necə əla olur ki, hər həftənin şənbə və bazar günü olanda, bu həftənin də bazar günü mən gəlib Günaydın Azərbaycanda siz dəyərli tamaşaçıları salamlayanda başqa bir ahəng olur, başqa ab-hava olur. İllah ki da yanımda Seymur olanda, illah ki da Natiq olanda. İlkin, xoş gəlmişsən bir daha, səfalar gətirmişsən. Bəli, bugün də çox maraqlı olacaq. Odur ki, ekrana yaxın əyləşin. Tam məsuliyyətimlə deyirəm, bugün əsl sənətdən zövq alacaqsınız, gözəl avazdan zövq alacaqsınız. Çünki incə sənətimizin, səhnəmizin parlaq simaları, dəyərli sənətkarları qonağımızda az sonra dəvət edəcəm. Amma bəs mən Seymuru görüb, niyə deməyim ki, qardaş, sabahın xeyir olsun. Ay Natiq, sabahımız xeyir. Bütün Günaydın verilişini izləyən hər bir kəs salamlayıram. Sabahınız xeyirli olsun, izləmədə olsunlar. Bu günlərim canlı ifalar və canlı Natiq Usta ilə qəşəng yeməklər hazırlayacağım inşallah. Yox, onu bilmədim. Canlı Natiq, yəni qatıb qarışdırdı ne? Hə, Natiq, sən yoxa mikrofonun hanı qardaş? Nə oldu? Elə bir həftəlik idi. Salam, sabahın xeyir olsun. Sabahın xeyir olsun. Hər bir kəs salamlayıram, sabahlar xeyirli olsun. Günaydın Azərbaycan verilişini hər bir kəsə. Bax, görürsən, yadırğamısan, yaxa mikrofonu yox, mikrofonu açmamısan. Mən səndən deyilim, qardaş. Sabah xeyir. Salam, sabahın xeyir olsun Müşahid bəy. Bütün hər bir kəs salamlayıram, sabahlar xeyirli olsun. Günaydın Azərbaycan verilişini bizi izləyən hər bir kəsin günlər uğurlu, bərəkətli olsun. Allah candan sağ eləsin. Bizim verilişi izləyirlər, baxırlar, sağ olsunlar. Müşahid bəy, bir gün, bir həftəlik oldu. O mikrofon nəsə bir həftəlik oldu. Bir həftəlik oldu. Mən arzu edirəm ki, qoy həmişəlik olsun. Və bu gün də elə gözəl açılıb ki, şəxsən mənim üçün. O qədər xoşbəxtəm, o qədər sevinirəm, işlərim yaxşı gətirib. Təki hər kəsin işləri əla olsun, yaxşı olsun və yaxşı olan da süfrəmizdir. Süfrəmizdə bugün Günaydın Azərbaycan süfrəsində Seymur nə var? Deməli, Müşahid bəy, bu günlərim hazırlayacağım ocaqda, quzu quyruğu ilə quzu masası. Quzu masası, hə. Turşulu ocaqda. Öz quyruğunda qızardacaq. Sacda hazırlayacaq. Hə, sacda hazırlanacaq. Çünki Natiq Usta da inşallah 2 dənə kənd çolpasının tabakasını Tabaka hazırlayacağım mən Tərəvəzini də. tabaka. Tərəvəzi ilə, kartoşkası ilə, badımcanı ilə, pomidoru ilə belə bərri bəzəkli gözəl. Bəh, özdə ocaqda. Ocaqda bəli. Və ocaqda Samavarımız da oradan. samavar da qalanıb. Yavaş-yavaş, aram-aram siz ondan da dəmləyəcəksiniz. Həm çaydan dadacağıq. Çay demişkən, çay da hədiyyədir ya Beyləqan Ailəvi restoranında. Odur ki, Beyləqan Ailəvi restoranında bu ləziz təamları dadmaq üçün ünvan haradır? Ünvanımız Depsilər metro stansiyasından Bakıxanova gedən yolun üstündə yerləşir. Hər kəs dəvət edirik. Gözəl təamlardan, Beyləqan quzuları, ət sevənlər dəvət edirəm. Hər kəsin qulluğundayıq. Gözəl kabablar, yeməklərimiz hər gün olduğu kimi və gələn qonaqlarımıza olduğu kimi samavar çayı, mürəbbəli və meyvəmiz gələn qonaqlarımıza hədiyyədir. Özü də belə deyək də, yəni bir dəfə deyil. Əgər bir samavar çayı bitdisə, yenidən əgər istənirlərsə, o hədiyyə davamlı şəkildə var. Və bizlə əlaqə saxlamaq üçün bizim nömrəmizlə zəng vursunlar. Rezerv etsinlər əvvəlcədən 070 221 10 13 nömrəsi əlaqə saxlasınlar. Bəli, 070 221 10 13 nömrəsi ilə əlaqə saxlayın. Eyni zamanda 050 502 01 30 nömrəsi bu andan etibarən aktivdir ki, siz ürək sözlərinizi, özəl günləri